Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün dövlət qulluğu sınavımız var. Həmin sınavın izahını verməyə çalışacağıq. İlk öncə üzr istəyirəm, biraz səsim tutulub. Bundan bağlı çox üzr istəyirəm, amma izah etməliyəm. Qeyd edeyim ki, əgər noyabr imtahanına, dekabr imtahanına hazırlaşırsınızsa və imtahana az bir müddət qalırsa, dövlət qulluğu imtahanına bir ay ərzində mövzuları sürətli şəkildə təkrar edib, əsas sizə imtahanda hansı suallar düşə bilər, başa düşürəm, dövlət qulluğu belədir ki, burada əsas suallar belə çoxluq etibarilə qanundan düşür. Amma Azərbaycandan 15 sual düşür və buna görə Azərbaycandan sizə sırf lazımi məqamlar, imtahana düşən hissələr lazımdır. Boş-boş məlumatlarla beyninizi doldurmaq sizin üçün elə də bir əhəmiyyəti yoxdur. Əgər bu şəkildə hazırlaşmaq istəyirsinizsə, imtahana qısa bir müddət qalıbsa, yaxşı bir nəticə göstərmək istəyirsinizsə, bal almaq istəyirsinizsə, bax burada qeyd olunan nömrə ilə əlaqə saxlayıb, dərslərə qoşulub, bir ay müddətində sürət qruplarına qoşulub, bütün mövzuları təkrar edib, imtahana düşən imtahan tipli sınavları işləyib, imtahana tam hazır şəkildə gedə bilərsiniz. İndi isə baxaq. Birinci sual. Şərait sözün fonetik xüsusiyyətlərlə bağlı səhv fikri müəyyən edin. Bizdən səhv fikir istəyir. Fonetik xüsusiyyət deyirsə, ilkin olaraq get sözün tələffüzünü yaz bir qıraqdan. Şərait. Y artırılır bir dənə araya. A-i hərf birləşməyəndə araya bir dənə Y artırılır. Y-ni artırdıq. Səhv istəyir. Ş-t çar. Bura baxırıq. Ş-t çar. Düzdür. R-yı cingiltildi. R-yı cingiltildi. Tamamilə doğrusan. Bu doğrudur, çıxdıq. Tələffüz yarışı fərqlidir. Fərqlidir. Çünki bir dənə Y artırdıq. Şərait oldu. Olduğu kimi qalmadı ki, şərait oldu. Fərqlidirmi? Fərqlidir, düzdür. 6 hərf, 7 səs. Bəli, saysaz burada 6 hərf var, 7 səs var. Çünki bir dənə Y artırdıq. Biz bir belə deyim, vahid fərq oldu, doğrudur. Ə incə, açıq dodaqlanmayan. Ə incədir, açıqdır, dodaqlanmayan, düzdür. A qalındır, açıqdır, dodaqlanmayan, bu da düzdür. Vurğu ikinci hecədadır. Vurğuya isə tələffüzdə yox, yazışda baxırıq. Şərait oldu sonda. 2-də yox, 3-cü hecədadır. Birinci sualın cavabı oldu Y variantı. Gəldi ikinci suala. Hansı sözə nöqtələrin yerinə İ hərfi yazılmalıdır? Rüsum üdü, süxur üdü, nüfuz üdü, büllur üdü, firuzədir. Firuzədir, amma füzulidir. Füzuli. Bax, bu yazıda qalsın. Firuzə iynə yazır, Füzuli üynə yazır. Burada da cavabımız oldu Y variantı. Gəldi 3-ə. Yazışı deyişib fərqlənən sözləri. Ləzzət, di. Lı keçdi, dıya fərqləndi. Fırtına, fırtına. Heç bir fərq olmur. 2-ni çıxdıq. 2-ni çıxdıq. Bir də olmalıdır bizim cavabımız. Məsləhət. Heç bir fərq yoxdur. Necə yazılır eldə? Məsləhət. Özü kimi 3-ü də çıxdı. Cavabımız qaldı. Qanlı, qanlı. Lı keçdi, niyə? Ov, öv. Hərf birləşmələri düşmür. Necə var elə yazılır. Bənövşə, dovşan, mövsüm. Necə yazılır, elə tələffüz olunur. Heç bir fərq yoxdur. Elmli 3 dənə samiti yanaşı görürsənsə, arasına bir dənə qapalı artırmalısan. Elmli. Gördünüz, arasına bir dənə i girdi. 3 dənə samit yanaşı gəlibsə, 99% bu belədir. Arasına i, üstü 4. Bunlardan biri artırılır. I, i, u, ü. Bu qapalı saytlardan biri bunun arasına girir tələffüzdə. 3-cü sualda cavabımız oldu B variantı. 4. Məlumat sözünün leksik xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Antonimi yoxdur. Təbii ki, məlumatın nə antonimi olacaq? Homonim deyil. Əlbəttə ki, məlumat sözünün necə homonim olsun ki, onun bir mənası var. Termin kimi işlənə bilmir. Düzdür. Məlumat umum işləş sözdür. Leksik və qrammatik mənəyə malikdir. Çox zaman gedib bu cavabı götürürlər. Bu cavab nə deməkdir? Yəni, qısacası bu sənə bilirsən nə deyir? Deyir ki, bu söz əsas nitq hissəsidir. Bax, bunu deyir. Deyir, əsas nitq hissəsidir. Və elə bil ki, bu yazılmayıb, bunu yerinə yazıb əsas nitq hissəsidir. Niyə? Çünki əsas nitq hissəsi leksik və qrammatik mənəyə malikdir. Amma köməkçi yalnız qrammatikə. Köməkçi yalnız qrammatik, əsas həm leksik, həm qrammatik mənəyə malikdir. 4-cü sualı cavabımız, səhv nədir? Sinonimləri əhvalat, sərgüzəş. Məlumat başqa şeydir, əhvalat, sərgüzəş başqa şeydir. Bunlar sinonim ola bilməz. 4-cü sualda cavabımız B variantıdır. Gəldik 5-ci sual. Hansı nümunədə söz birləşməsinin tərəfləri əsas nitq hissinə aid homonimlərlə ifadə olunub? Söz birləşməsi tapmalıyıq. Məsələn, burada şair həyatın müşahidəçisi. Burada həyatın müşahidəçisi söz birləşməsidir. Amma bu sözlərin homonimliyi yoxdur deyə A variantına çıxırıq. Maşın sol yola dönüb sürətini artırdı. Sol yol. Sol yol birinci növ təyini söz birləşməsidir. Sol, solmaq feili,
və sol istiqamət mənasında, yol, yolmaq feili və gedilən yol mənasında homonimdir. Cavabımız oldu 5-də B variantı. Digərlərində elə bir məqam yoxdur. 6. Hansı homonimlər eyni diksiyasına aiddir? Eyni diksiyasına aid olursa, burada cavabımız olacaq D variantı. Niyə D variantı? Çünki qoyun sözü qucaq və heyvan mənasında isimdir. Qucaq və heyvan mənasında. Hava, oyun havası və oksigen hava isimdir. Kürək, bel, insanın beli mənasında və lapatka mənasında isimdir və hər biri də eyni diksiyasına aid oldu. Çünki hər biri məna tayları isim oldu. 7. Frazoloji birləşmələrdən biri aldatmaq mənasına uyğundur. Aldatmaq nədir? Gözə kül üfürmək. Burada ələ salmaq götürürlər çox zaman. Ələ salmaq lağa qoymaq deməkdir. Aldatmaq demək deyil. Gözü su içməmək şübhələnmək deməkdir. Qaşqabaq sallamaq, yəni kefi olmamaq, sifət etmək bu mənalarda, baş aparmaq isə boş-boş danışmaq. Aldatmaq gözə kül üfürmək mənasını ifadə edir. 7-ci sualın cavabı Y variantıdır. 8. Frazoloji birləşmələrlə bağlı səhv fikirdir. Səhv fikir yalnız məcazi məna ifadə edir. Təbii ki. Frazemdə isə bu yalnız məcazi mənada olur. Frazemdə həqiqi məna söhbəti yoxdur. Tərkibə sözlər öz həqiqi mənanı itirib məcazi məna işləyir. Təbii ki. Frazemdə həqiqi məna söhbəti yoxdur, itirir həqiqi mənada. Əsas vasitə tərəf olmur, düzdür. Frazem çünki iki söz birləşir, bir məna ifadə edir. Orada əsas vasitə tərəfin nə işi var? Niqdə xüsusi məcazi ifadə yaradır, əlbəttə. Formaca dəyişmir, səhvdir. Tərkibcə dəyişmir. Tərkibcə. Bax, frazem tərkibcə dəyişmir. Dəyişmir. Bunu da izahını verə bilərəm. Tərkibcə niyə bu belədir? Tərkibcə dəyişmir, amma formaca dəyişir. Bax, bunu yadınızda saxlayın. Formaca dəyişir. Bax, frazemlə bağlı bunu mütləq şəkildə yadınızda saxlayın. Tərkibcə dəyişmir, formaca dəyişir. 9. Ruhlanmışdır sözün tərkibində işlənib. Sözün kökü ruh. Ruhdan ruhlamaq olmur. Olmadığı üçün parslamıram. Lan bütöv, mış zamandır xəbərlik. Bir leksik, 2 qrammatik. Hardadır? D variantındadır. 9-cu sualı cavabımız oldu. D variantı. 10. Yırtıcılardan sözün tərkibində işlənib. Yırtmaq feili var təbii ki. Yırtmaqdan yırtıcı. Yırtıcılar cəm şəkli qrammatik, dan hal şəkli qrammatik. Bir leksik və 2 qrammatik. Hardadır? B variantında. 10 sualda cavabımız oldu. B variantı. Belə yoldaşlar, sağ olun, salamat qalın.